Cədvələ uyğun fikirləri müəyyən edin. Əlavə cümlənin baş üzvünə aiddir. Ədəbiyyatımızda ilk poema müəllifinin Şirvaninin nəsr əsəri də var idi. Əlavəni çıxarırıq cümlədən və baxırıq ki, ilk poema müəllifinin nəsr əsəri bütövlükdə bir cümlə özüdür və əlavəmiz söz birləşməsinin aslı tərəfinə aiddir. Uzaqda yaşasaq da ürəyimiz burada vətəndədir. Vətən sözü bizim əlavəmizdir. Çıxanda baxırıq ki, burada sözü cümlənin xəbəridir. Deməli, bu xəbərin əlavəsidir. Axundzadənin povesti Aldanmış Kəvakib əsəri ədəbiyyatımızda realist nəsrin inkişafında yeni bir səhifə açmışdı. Burada da əlavəmiz mübtədanın əlavəsidir. Cəbrayıl, Füzuli, Ağdamı işğaldan azad olunmuş rayonlarımızı yenidən inşa edirdilər. Burada əlavə yoxdur, ümumiyyətlə, ümumiləşdirici sözdən istifadə olunub. Rayonumuzun mərkəzində Nizami Gəncəvi meydanında yeni kitabxana açıldı. Nizami Gəncəvi meydanında bizim yer zərfliyimizin əlavəsidir. O paytaxta gələndə tərkib olduğu üçün burada əlavə tərkibin asıl tərəfinə aiddir. Bunda çıxırıq. Cavabımız 2, 3, 5 olacaq.